müsəlmanlara vacibdir ki, həm bu həftədə, həm hər zaman İslam məzhəbləri arasında vəhdətin möhkəmlənməsinə hər cür vasitə ilə xidmət eləsinlər. Ümumiyyətlə, bugün bu münasibətlə bir mövzuya mən toxunmaq istəyirəm ki, görəsən müsəlmanların bir-biri ilə və müsəlmanların qeyri-müsəlmanlarla münasibəti hansı şəkildə olmalıdır? Əlbəttə müfəssəl bir bəhsdir. Amma qısa şəkildə bir neçə dəqiqədə ki, sizin xidmətinizdəyəm, bu mövzunu açıqlamaq istəyirəm. Bir müsəlman digər qeyri-müsəlmanlarla münasibətini necə qurmalıdır? Bəziləri deyir ki, ümumiyyətlə insanın dininin onun münasibətlərində təsiri olmamalıdır. Din deyirlər vicdan məsələsidir və insanların münasibətində təsir qoymamalıdır. Filankəs istəyir mömindir, digəri istəmir kafirdir, bir başqası xristiyandır. Həftədə bir dəfə kilsəyə gedir, dua eləyir, münacat eləyir, ondan sonra kilsənin xaricində bununla dinsiz arasında heç bir fərq yoxdur. Bu vicdan məsələsidir. Və bu vicdan məsələsi insanların münasibətində təsir qoymamalıdır. Heç bir təsiri olmamalıdır əqidənin insanların münasibətlərində. Evlilik məsələlərində də deyirlər belədir. Bir müsəlman qeyri-müsəlmanla evlənsin, kafirlə evlənsin, yəni dinsiz, dindar, bu məsələlərdə də heç bir əhəmiyyəti olmamalıdır. Bu sözü təbliğ eləyən əsasən xristiyan dünyası olub, amma ki dildə təbliğ eləyib, əməldə özləri bu təməllərə, bu dediklərinə sadiq olmayıblar. Burada bir məsələni mən qeyd eləmək istəyirəm, sizdən də diqqət xahiş edirəm. O məsələ bundan ibarətdir ki, bəzi məsələlər var, insanların zövqünə bağlı məsələlərdir. Zövqlə bağlı məsələlərdə heç bir qanun qoymaq olmaz. Hər bir insanın özünün zövqü var. Məsələn, rənglər barədə. Bir insan qırmızı rəngdən xoşu gəlir, bir insanın yaşıl rəngdən xoşu gəlir. Biri gedib paltar seçəndə filan rəngdə paltar seçir, digəri başqa bir rəngdə paltar seçir. Burada mütləq bir həqiqət kimi bir şeyi qəbul eləmək olmaz. Bu zövq məsələsidir. Yemək məsələsi də belə. Birinin aşdan xoşu gəlir, birinin bozbaşdan xoşu gəlir, hərənin bir növ yeməkdən xoşu gəlir. Zövq məsələsidir. Demək olmaz ki, hamı gərək eyni yeməkdən xoşlasın, xoşu gəlsin. Şeir məsələsi də belədir. Birinin məsələn Nizamidən xoşu gəlir, birinin Sədidən xoşu gəlir, birinin Füzulidən xoşu gəlir. Bu məsələlərdə də mütləq bir həqiqət yoxdur ki, hamı bunu qəbul eləməlidir. Qadın məsələsində bir insan, bir kişi bir qadını görsən sevir, digər o qadına biganədir. Dedilər, Məcnun Leylinin dərdindən ölür, dəli olub. Xəlifə dedi ki, gətirin görün bu Leyli kimdir. Gətirdilər Leylini, baxdı, gördü bir qara qızdır. Baxdı, dedi, buna görədir bu qədər müsibət. Bir nəfər də dedi ki, sən ona o Məcnunun gözü ilə bax. O, onun zövqünün məsələsidir. Onun gözündə o gözəl bir qadındır. Bunlar zövq məsələləridir və heç kəsin də digərinə qəbul elətdirmək ixtiyarı yoxdur. Amma başqa məsələlər də var ki, o məsələlərin zövqlə əlaqəsi yoxdur. Məsələn, tibbi məsələlər. Bir insan xəstədir, gedir həkimə. Həkim buna müalicə yazır. Da burada zövq məsələsi yoxdur ki, dərmanları zövqünə uyğun seçsin. Desin, filan dərman şirindir, mən bunu atacağım, filan dərman acıdır, onu atmayacağım. Burada zövq məsələsi yoxdur. Burada gərək həkimin dediyini əməl eləsin. Həkim deyir ki, xəstəsənsə, zövqə əməl eləyəcəksən, axırın qəbristanlıqdır. Mən deyənə əməl eləyəcəksən, sağalarsan.
Burada sən özünün zövqünlə məsələyə yanaşmağın səhv olar. Çünki burada həqiqət məsələsi var. Din barəsində də belədir. Dinlər, din vicdan məsələsidir. Onu da gətirib eləyiblər rəng seçimi kimi. Ümumiyyətlə, müasir cəmiyyətdə də bu söz dəbdədir. Çox adam deyir, o onun öz fikridir, bu bunun öz fikridir, o onun öz fikridir. Belə bir şey yoxdur. Mütləq həqiqət var. Mütləq həqiqət var. O həqiqəti qəbul eləmək lazımdır. Demirəm qadağan eləyək, başqa cür düşünmək, xeyr. Amma belə deməyək ki, kim necə düşünür, elə onun özü üçün o həqiqətdir. Bu səhv fikirdir. Həqiqət var, mütləq bir həqiqət var. Və insanlar o həqiqəti qəbul eləməlidirlər. O da düzdür, bu da düzdür, başqası da düzdür. Bu yanlış fikirdir. Və müasir dövrün ən böyük ideoloji fəsadlarından biri budur. Ki, həqiqətdə mütləq həqiqət kimi bir şey qəbul olunmur, həqiqəti nisbi bir şey kimi qəbul edirlər və insanlar da deyirlər, kim necə başa düşür həqiqəti ilə həqiqət onun özüdür. Bu səhv fikirdir. Din belə bir məsələ deyil ki, rəng seçim ola, ya məsələn filan kəsin ürəyi istəyir Bakıda yaşaya, filan kəsin ürəyi istəyir Gəncədə yaşaya. Bu belə bir məsələ deyil ki, ürəyi istəyir, vicdanını belə qəbul edir, müsəlman ola, digəri başqa dində. Din belə bir məsələ deyil. Din bir həqiqətdir. Onu qəbul eləmək məntiqi, əqli dəlillərə əsasən lazımdır. Və müsəlmanlar onu qəbul eləyəndən sonra münasibətlərini də bu dinin hökmlərinə əsasən qurmalıdırlar. İslam deyir, kafirlərlə necə əlaqə yarat? Görürsən, yoluxucu xəstələr var. Onlarla münasibətdə, sağlam adamlarla münasibət arasında fərq olmalıdır ki, yoluxmayasan. Zəhərli mühitdə insanlar görsən bağlayırlar ağızlarını ki, mikrob daxil olmasın bədənlərinə, orqanizmlərinə. Başqa mühitlərdə sərbəst yaşayırlar. Mənəvi mühitlər, mənəvi xəstəliklər də belədir. Mənəvi cəhətdən sağlam insanla bir cür münasibət olmalıdır. Mənəvi cəhətdən xəstə insanla bir cür münasibət. Demirəm, xəstələrlə döyüşmək lazımdır. Amma onunla bunun arasında münasibətdə də müəyyən fərqlər olmalıdır. Və bəzən o xəstəyə başa salmaq lazımdır ki, sən sağalmağın yolu budur. Belə demək lazımdır ki, xəstəliyin hansını istəyir, seçir, özü bilər. Bəzən sağaltmaq yolunda cəhd eləmək lazımdır. Dillər bir hikmət sahibi bir yol gedir, görür ki, bir ağacın altında bir nəfər uzanıb yatıb. Baxır, görür ki, bir zəhərli həşərat gəldi, girdi bu yatanın ağzına, girdi mədəsinə. Bu hikmət sahibi fikirləşir, mən neyniyim? Bunu oyatsam, desəm ki, mədəndə zəhərli həşərat var, iki haldan biri ola bilər. Ola bilər. Biri budur ki, bu qorxudan ölər, bir də budur etinasız yanaşar buna cahilliyindən. Onun ziyanı dəyər ona. Bu götürür əlindəki əsa ilə onu vurur. Onu vurur, o yuxudan oyanır. Oyanır, başlayır onu əsa ilə döyməyə. O baxır, deyir, sən məni niyə vurursan? Deyir, gəl, düş atımın qabağına qaç. Atının qabağına salır onu, qaçır. Qaça-qaça söyür ki, nə əclafatıma üzr istəyirəm, rast gəldim. Mən yatdığım yerdə, gəldi başıma boyunu açdı. Bu nə istəyir məndən? Qovur onu, təngə nəfəs olan halda saxlayıb, biraz alma qoyur qabağına, deyib, hamısını ye. Əlində də əsad yanıb başının üstündə. Məcbur edir onu yeməyə. Yiyəndən sonra deyir, indi dincəlmə, dur yenə qaç. Qaçır. Axırda vəziyyət belə olur ki, bu qaytarır. Qaytaranda baxır, görür ki, almalarla bir yerdə üzr istəyirəm, qurt da gəldi, düşdü yerə. İndi 5 dəqiqə bundan qabaq onu söyən adam başlayır onu tərifləmək ki, sən nə nəcib insan sanmır, sən nə yaxşı adam sanmır, heç mən səni düz tanımadım, düz başa düşmədim. Bəzən görürsən ki, xəstənin öz xeyrinə bəzi müalicə üsulları var ki, xəstənin ondan xəbəri yoxdur, ondan xoşu gəlmir. Amma belə lazımdır. Peyvənd vuranda xəstəyə soruşmurlar ki, icazə verirsən peyvənd vuraq, soruşmurlar. Onu məcburi şəkildə eləməlidir. Yaxud elm məsələsi. Bir adam deyə, mən istəmirəm, oxumuram. İcbari təhsil var. İmam Sadiq əleyhissalam hələ o vaxt deyirdi ki, imkanım olsaydı qamçısını əlimə götürüb cəmaatın başına vurardım ki, alim olsunlar hamısı. Yəni icbari şəkildə təhsil
vacibdir insanlara. Bir bəlkə də başa düşmür, onu icbari şəkildə məcbur eləyib təhsilə yönəltmək lazımdır. Din məsələsi biraz fərqlidir, dərmandan fərqlidir. Çünki din nifrətə layiq bir şeydir ki, onu zorla qəbul elətdirəsən. Din həqiqətdə insanın ruhuna müvafiq bir şeydir. Bugün dünyada insanlar, ölkədə insanlar dindən uzaqdırsa, mən dəfələrlə bunu demişəm, bu mənim şəxsi əqidəmdir ki, burada biz birbaşa günahkarıq. Cəmaatda yox, bizi özümüzü günahlandırmalıyıq. Biz layiqli şəkildə bu dini dünyaya tanıtdırmamışıq. Hələ dünyanı demirəm, öz ölkəmizdə, öz yaşadığımız mühitdə tanıtdırmamışıq ki, insanlar bu dini qəbul eləmir. İndidən cəmaata dinsiz adı, kafir adı, fasik adı qoymaq məntiqsiz bir məsələdir. Biz dini düzgün tanıtdırsaq, elmi şəkildə, məntiqli şəkildə, əxlaqımızla, davranışımızla bu dini zorla qəbul elətdirməyə ehtiyac yoxdur. İnsanlar qəbul eləyərlər. Gözəl əxlaq istəyir, səbr istəyir, savad istəyir. İnsanlar hamısı özünə bunu vəzifə bilsinlər. Və burada əyləşən hər bir insan özünə vəzifə bilsin ki, mən insanların hidayəti üçün çalışmalıyam. Bu bir nəfərin, 5 nəfərin, 10 nəfərin vəzifəsidir. Görərsən ki, yavaş-yavaş mühit sağlam olar, dəyişər, düzələr. Amma bir başqa məsələ var. Bəzən azad təbliğ üçün bəzi maneələrlə mübarizə aparmaq lazımdır. Əbu Cəhillər olan yerdə azad din təbliğindən söhbət gedə bilmir. Əbu Ləhəblər olan yerdə olmur. Əvvəl gərək Əbu Cəhillə, Əbu Ləhəblə mübarizə aparasan, Əbu Ləhəbi yoldan, maniyəni yoldan çəkəndən sonra azad təbliğdən söhbət gedə bilər. O şəkildə insanlara azad dini çatdırmaq olar. Odur ki, dinin insanların dünya görüşündə və davranışında təsiri var. Sual budur ki, sözümün əvvəlinə qayıdıram. Müsəlman qeyri-müsəlmanlarla necə münasibətdə olmalıdır? Müsəlmanın haqqı var, qeyri-müsəlmanla ticarət əlaqələri qursun. Müsəlmanın haqqı var, digər qeyri-müsəlman insan, məsələn, acından ölür, ona çörək versin. Cavab budur ki, nəinki haqqı var, hətta savabı var. Bir xristiyan da görsən acdır, ona çörək verməyin savabı var. Lazımdır, bu insanlıq haqqıdır. Amma budur ki, o bilirəm ki, yiyəcək, doyacaq, sonra gəlib müsəlmanın qanını tökəcək, onda necə, onda deyil, yox. Sözümə dəlil budur. Mümtəhinə surəsində Allah buyurur: "La yanhakumullah anillezine lem yuqatilukum fid-din və lem yukhrijukum min diyarikum an tabarruhum." Allah buyurur ki, Allah sizinlə döyüşməyən və sizi öz yurdunuzdan didərgin salmayan insanlarla, kafirlərlə yaxşılıq eləməyi o insanlara qadağan eləmir. Onlara yaxşılıq eləyin. Allah o insanlarla əlaqəni kəsməyi sizə vacib eləyib ki, onlar sizlə vuruşur və sizi diyarınızdan qovur, sizlə silahlı müqavimət ya ideoloji baxımdan sizlə döyüş vəziyyətindədirlər. Bunlarla qadağan eləyir. İzdivac məsələsi. İzdivac məsələsi də belədir. İslam deyir, bir müsəlman kişi qeyri-müsəlman qadınla daimi nikah bağlaya bilməz. Dünya deyir ki, bunun fərqi var, onun öz əqidəsi var, mənim öz əqidəm. Fərqi bundadır ki, övladın tərbiyəsində ananın təsiri çox mühümdür. Ana övladı tərbiyə edir. Ana yad mədəniyyətin daşıyıcısıdırsa, yavaş-yavaş müsəlman övladları yad ruhda tərbiyə olunacaq. Və tarixdə də çox hallar var ki, bu qarışıq kəbinlərin müsəlmanların başına böyük faciələr gətirməsi barədə çox faktlar, çox nümunələr var. Biri elə həmin Əndalusdur, İspaniya. Əndalus İslam mədəniyyətinin mərkəzlərindən biri idi. Bir çox filosoflar, alimlər oradan çıxmışdılar. İki məsələ ilə Əndalusun süqutuna nail oldular xristiyanlar. Bir şərabla, içki ilə. İçkini təbliğ elədilər İspaniyada. Bir də hicabsızlıq, başaçıqlıq, açıq-saçıqlıqla. Açıq-saçıq xristiyan qadınları küçədən gedirdi, müsəlman kişilərdə maşallah da bu məsələ zəif yerləridir. Onlara baxırdılar, yavaş-yavaş münasibətlər yaranırdı, görsən nəsillər korlanırdı. Tarixdə yazırlar, bir hakim oturmuşdu, suya baxırdı, Əndalusun hakimlərindən biri. Birdən bir xristiyan qadını gəldi, onun qabağından keçəndə özləri qəsdən göndərirdilər.
Elə şəkildə keçdi ki, bu şahlığını yadından çıxartdı ki, yanındakı bir xidmətçiyə deyə, yanındakı bir mühafizəçiyə deyə ki, ged onu çağır gəlsin mənim yanıma. Bunu da yaddan çıxartdı. Deyirlər, durdu yerindən, qaçdı, getdi, qoluna girdi, apardı onu evinə. Bu sözü Papaya çatdıranda Papa dedi ki, işimiz düzəldi bizim. Və bunların nicat tapması mümkündür. Müvəffəq olduq. Yəni bu İslamın buradan, bu ölkədə aradan getməsinə nail olduq. Bu münasibətlərdə müəyyən həddlər təyin edilib. Bir hadisə olub, Hatib ibn Əbi Bəltə adında bir müsəlman Peyğəmbər Məkkəni fəth eləməyə hazırlaşır, amma xəbər verməyib müşriklərə. İstəyir ki, qansız ötüşsün. Onlar ordu yığmasınlar. İstəyir qansız daxil olsun. Həmin bu Hatib məktub yazır Məkkəlilərə. Bir qadına verir ki, apar bunu ver onlara. Onları xəbərdar edir ki, Peyğəmbər hazırlaşır sizə tərəf gəlməyə. Bu qadınla yollayır, Peyğəmbərə də vəhy nazil olur. Tarixdə belə gəlir ki, Peyğəmbər vəhy vasitəsilə başa düşür ki, bu düşmənə xəbər ötürür. Həzrət Əlinin Miqdadı, bir də Zubeyri göndərir ki, gedin o qadından məktubu alın. Gedirlər, axtarırlar çantasını, nə qədər görürlər, məktub yoxdur. Qadın and içir ki, məndə məktub zad yoxdur. Zubeyr deyir Miqdada ki, gəl qayıdaq. Həzrət Əli deyir, yox, Peyğəmbər yalan deməyib. Peyğəmbər deyibsə məktubu var, gərək gedək tapaq. Qılıncını çıxardır, deyir, ya məktubu ver, ya öldürəcəm. O da bilir Əli əleyhissalamın qabağındakı. Zarafat yeri döyür. Deyir, yaxşı, məktubu verir. Deyir, çəkilin qırağa, çıxardır, verir məktubu. Bunlar götürüb gəlirlər, Peyğəmbər onu çağırır yanına, deyir, niyə bu işi gördün? Deyir ki, mən dedim ki, bu vasitə ilə onların içində dostlar qazanaq, onların ürəyini yumşaldaq. Doğrudan da bunun qərəzli bir məqsədi olmur ki, Peyğəmbər onu cəzalandırmır. Ondan sonra ayə nazil olur. Təəssüf ki, mən yerini qeyd eləməmişəm. Kimə lazım olsa mən bunu baxıb deyərəm sizə. Ayə belədir ki, Ya eyyuhəl-ləzina amanu la təttəxizu aduvvi və aduvvukum əvliya. Ey iman gətirənlər, mənim və öz düşmənlərinizi dost tutmayın. Siz elə bilirsiniz ki, onlar sizə qarşı mehribandılar, onlar indi sizdən işləri keçir deyə sizə meyllənib. Siz qapını onların üzünə taybatay açsınız, onlar gəlib sizə yaxınlaşanda sizə hakim olmaq istəyirlər. Çalışın onlarla bir məsafə saxlayın, o qədər də qaynayıb qarışmayın, onların səmimiliyinə inanmayın və tarix bu ayələrin doğruluğunu təsdiq edir. Ona görə İslam deyir, geyim məsələsindən başlayaraq hər bir məsələdə çalış yad mədəniyyətin təsirinə məruz qalmayasan. Əvvəl McDonald's gəlir, sonra geyimlər gəlir, sonra musiqi gəlir, dalıcan iqtisadi istilalar, başqa şeylər. Mədəni yürüş öndə gəlir, mədəniyyət, yerli mədəniyyəti təsir altına alandan sonra millətdə bir zəiflik kompleksi yaranır. Millət elə başa düşür ki, yəni özündən aşağıdan yuxarıya baxır qərb mədəniyyətinə. Bunu İslam qadağan edir. Bəzən dillə harda yazılıb filan geyimi geyinmək olmaz. İslam bunu buyurur ki, siz çalışın onların dalıca sürünməyəsiniz. Düzdür, elmi mübadilə yaxşıdır. Amma həmişə siz şagird, onlar müəllim olmasınlar. Onların da bugün təlaşı buna görədir, müsəlman ölkələri ilə mübarizələri buna görədir ki, müsəlmanlar özləri elmi texnologiyalara yiyələnməsinlər. Həmişə bunlar dərs desinlər, biz onlardan dərs alaq. Biz gedirik Avropada təhsil almağa, təkcə elm gətirmirik, onların mədəniyyətini də gətiririk bizim gənclərimiz. İslam deyir, özünüz qüdrətli olun, bərabər münasibət yaradın. Elə münasibət olmasın ki, onlarla asılı vəziyyətdə olasınız. Çalışın, belə bir münasibət qurmayın. İmam Baqir ya İmam Sadiq dövründə Romalılar müsəlmanların pullarını onlar düzəldirdilər. Gümüş pulları. Bir gün Roma təzyiq eləyir müsəlmanlara qarşı, deyir ki, mən pul düzəltməkdən məhrum eləcəm, yəni puldan sizi. Nadir hadisə olub tarixdə ki, məsum imamlar xilafətə kömək eləsinlər. Amma bu məsələdə imam dərhal işə qarışır və pul düzəltməyin yolunu öyrədir xilafətə. Görün nə dərəcədə mühüm məsələdir ki, bu məsələdə məsum imam o xilafətlə əməkdaşlıq eləyir. Çünki bu müsəlmanların onlardan asılı vəziyyətinə düşməsinin qarşısını alır.
Bütün tarix boyu istilalar əvvəl mədəni hücumdan başlanır. Ona görə siz onlarla münasibət quranda ehtiyatlı olmalısınız Quran bölür. Təqlidçilikdən uzaq olmalısınız. Siz özünüzdə bir əzəmət hiss eləməlisiniz. Orada bir dəb göstərən kimi müsəlman qadınları o dəbi kör-körana təqlid eləməməlidirlər. Onların ləhcəsində danışaq, onların saçı kimi saçımızı eləyək. Niyə görə? Bu onu göstərir, yəni mən zəifəm, sən mədənisən, mən sənə təqlid edirəm. Ona görə İslam bu məsələlərdə bir hədd təyin edir müsəlmanlara. Bu kafirlərlə əlaqə və qısa şəkildə müsəlmanların bir-biri ilə əlaqəsi. Bir dənə bədən təsəvvür eləyin, ölü bədən. Onun beyni var, amma beyin işləmir. Gözü var, göz görmür. Mədəsi var, həzm eləyə bilmir. Damarlarında qan var, qan dövran eləmir. Bir qarışqa da bədəninə gəlib çıxanda onu götürməyə gücü yoxdur, ölüdür. Amma indi bu ölüyə can verəndə nə olur? Bu qalxır ayağa, hərəkət edir, düşmənlərini tapdalaya bilir, mübarizə apara bilir. Hədislərdə Peyğəmbər buyurub ki, müsəlmanlar bir bədən kimidirlər. Bir bədən kimidirlər. Bədənin bir üzvü narahat olanda necə bədən hamısı narahat olur? Diri bədənin nişanəsi vəhdətdir. Bir cəmiyyətdə vəhdət varsa, müsəlmanların arasında birlik varsa o bədən diridir. Yoxdursa yox. 1 milyard 200 milyondan artıq müsəlman var. Böyük bir mədəniyyət daşıyıcısıdırlar. Dünyanın bütün coğrafiyasına baxsız, hər yanda müsəlmanlar var, yaşayırlar, öz mədəniyyətlərini yaşadırlar. Amma ən böyük dərdlərimizdən biridir ki, biz biganəyik bir-birimizə. Peyğəmbər dediyi müsəlman cəmiyyəti odur ki, Fələstində bir müsəlmanın burnu qanayanda Azərbaycandakı müsəlman narahat olsun. İraqda bir müsəlman terrora məruz qalanda Hindistandakı müsəlman narahat olsun. Məzhəbindən, millətindən asılı olmayaraq. Ancaq və ancaq məzhəb, millət ixtilafları salmaqla müsəlmanlar arasında onların bu tənəzzül eləməsinə nail olublar. Ona görə ayıq alimlər, ayıq insanlar həmişə çalışıblar ki, müsəlmanlar arasında bu vəhdəti bərqərar eləsinlər. Müsəlmanların birliyinə nail olsunlar. Mübahisələr, sonsuz söhbətlər bunlara son qoyulsun. Ümumi dəyərlər ətrafında bütün müsəlmanlar birləşsin. Biganə olmasın. Hədis buyurur ki, bir müsəlman yatıbsa gecə səhərə qədər, digər müsəlmanların dərdi onun ürəyində yoxdursa, o heç müsəlman deyil. Bir gecəni səhərə belə çıxsa və bu halda ki, başqa müsəlmanların dərdi onun ürəyində deyil. Əleyhissalam bir hərəkət elədi, Qurana gəldi, düşdü. Və yu'tunuz zəkah və hum rakiun. Sizin vəliyiniz Allahdır, Peyğəmbər və o kəs ki, rükû halında zəkat verir. Eşitmişsiniz də o hadisəni. Namaz qılır, rüküyə gedib, sahil, dilənçi daxil olur. Deyir, mənə kömək eləyən varmı? O qədər taqəti yoxdur birinin yoxsulluğuna dözə bilmir ki, bir namaz qədər də səbr eləyə bilmir. O qədər taqəti yoxdur. Bir namazı bitirənə qədər səbr eləyə bilmir. Namazın əsnasında, rükû halında barmağı ilə işarə eləyir, üzüyü, bir dənə üzüyü var, onu da verir sahilə, onu da verir fəqirə. Bu İslamın bizə verdiyi dərsdir. Ki bir müsəlmanın aclığına, yoxsulluğuna bir namaz vaxtı qədər dözə bilmir, taqəti çatmır. Çünki onun xoşlamadığı haldır, müsəlman zəlil olsun, fəqir olsun, kasıb olsun. Hicazda dedi bir adam az yatırsa, Əleyhisselam bizim imamımız buyurdu ki, mən rahat yata bilmərəm. Amma bizim heç qonşudan xəbərimiz olmur. Heç bir-birimizdən xəbərimiz olmur. Hələ demirəm başqa müsəlmanlardan, başqa ölkədə yaşayan müsəlmanlardan. Bu vəhdət, bu birlik, yeganə müsəlman dünyasının nicatı bundadır. Ki dostunu tanısın, düşmənini tanısın, vəhdətlə, birliklə and olsun Allaha bizə qəribə gəlməsin. O müsəlman aləmi öz itirdiyi əzəmətini qaytara bilər. Bu qeyri-mümkün məsələdir. Elmi baxımdan da nailiyyətlər əldə edə bilər, mənəvi baxımdan da qərbin
dəyərlərinin aşılanması dövrünü yaşayırıq biz. Qərbin iqtisadi, hərbi qüdrəti var, amma bugün görürlər ki, artıq mənəvi dəyərləri yoxdur. Cəmiyyətin immuniteti yoxdur. Onun üçün bir mənəvi dəyərlər sistemi lazımdır. Bunlarda yoxdur. İndi çətin vəziyyətdədirlər. Müsəlman dünyasında isə fərqli bir mədəniyyət var. Yüksək bir dəyərlər sistemi var. Onlar başa düşür ki, bu dəyər sistemi ilə hərbi, iqtisadi qüdrət də gəlsə, onda onları həzm eləyəcək. Bu qaçılmaz prosesdir. Və dünyanın bütün düşünən insanları deyirlər ki, 21-ci əsr İslam əsridir. Bu artıq qaçılmazdır. Artıq İslamın intibah dövrü başlanır. Bunu düşünən insanlar mütəfəkkir insanlar deyir. Axır yaşadığımız əsr müsəlmanların inkişaf və intibah dövrü olacaq. Bunu xəbər verirlər və bu vədəni Quran da bizə verir. Deyəsən, Quranın verdiyi vədə doğrulmaqdadır. Və bunun yolu da ancaq və ancaq müsəlman millətlərinin bir-birinə birlikdə olması. Və mənim də bu qardaşlara tövsiyəm budur, bilsinlər ki, ixtilaf salmaq, müsəlmanlar arasında parçalanma salmaq şər'i cəhətdən haramdır. Qiyamət günündə də insanlar bu baxımdan sorğu-suala məruz qalacaqlar. Ona görə də hər bir insan öz-özlüyündə müsəlmanların vəhdətinə və birliyinə xidmət eləməlidir ki, yeganə nicat yolu da bundadır.